միշտ ճանաչել է Ադրբեջանի կազմում Dağlıq Qarabağ həmişə Azərbaycanın tərkibində olub və Ermənistan Respublikası həmişə onu Azərbaycanın tərkibində tanıyıb. Sadəcə bunu gizli saxlayıblar. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan növbəti həftəlik brifinqdə deyib. Հայաստանում տարա բնակեցման ծրագիրը 2 gün əvvəl Şəhərsalma Komitəsinin rəhbəri bir məsələ ilə bağlı mənə məlumat vermək üçün yanıma gəlmişdi. Onun gətirdiyi hökumət sənədlərində Ermənistanın şərqindəki sərhəd paraflanmış sülh müqaviləsində qeyd etdiyimiz ərazi kimi göstərilib. Böyük hərflərlə Azərbaycan yazılıb. Bu Ermənistan hökumətinin rəsmi sənədidir. մեծ տառերով գրած է Ադրբեջան մեծ տառերով գրած Paşinyanın sözlərinə görə 1996-cı il Lisabon zirvə görüşü də daxil olmaqla bu reallıq uzun müddət Ermənistan və Qarabağ əhalisindən gizlədilir. Hazırda isə bu sənədlər artıq dərc edilir.